Hal-hazırda Şəkidəyik və gedirik Zaqatalaya. Zaqatalada sizi nələr mi gözləyir? Əslində Zaqatalada getmək istədiyim daha çox yer var idi. Məsələn, vaxtilə qəbirlər sökülərək içindən qızıl çıxarılan Alban qəbirstanlıqları. Zaqatala ərazisində meşələr içərisində xüsusi qiymətli əşyaların bastırıldığı yerlərin xəritəsi ilə birlikdə gedib kəşf etmək, Pəri qalası haqqında bir çox bilinməyənlər və s. Bu videoda saydıqlarımdan daha çoxunu izləyəcəksiniz, amma qızıl axtarışından başqa. Çünki onu gələn dəfəki səfərə daha böyük bir komanda ilə planlayıram. Videoya başlamadan əvvəl bəyənib şərh yazmağı və paylaşmağı unutmayın. Bu hal-hazırda içində olduğumuz ərazi 18-ci, 19-cu əsrlərə aiddir. Zaqatalanın qala divarları olaraq adlanır. Vaxtı ikən həm Rus qoşunlarının müdafiəsi üçün istifadə olunub, həm də ki, yerli xalqın müdafiəsi üçün istifadə olunmuşdu. İlk gördüyünüz bu yer Zaqatala qalasıdır. 1830-cu ildə Zaqatala şəhər ərazisində tikilmişdir. Qalada toplarla təchiz edilmiş güclü qarnizon saxlanılırdı. Zaqatala qalası Çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının yatırılmasında əsas dayaq nöqtəsi olmuşdur. Çar hakimiyyəti 1905-ci ilin iyununda üsyan etmiş Potyomkin zirehli gəmisinin inqilabçı matroslarını Zaqatalaya sürgün etmiş və onlar Zaqatala qalasında yerləşdirilmişdi. Qala içərisində olan güllə hissələrə qalxdıqca şəhərin mənzərəsi, görüntüsü tamamilə rahat görünür. Artıq güllə qala demək olar ki, şəhərin tam mərkəzindədir. İndiki müasir şəhərin yanında Sovet vaxtı tikilmiş binalar, soyuq ab-hava və Rusların 18-19-cu əsrlərdə müdafiə olunduğu bir qala. İndi şəhərin mərkəzindəyik və yolumuz Mamruxadır. Mamrux kilsəsini sizə göstərmək üçün gedirik. Elə bir yollardır ki, Albanlar tam gəlib dağların göbəyində məbəd tikiblər. Ged-ged çata bilmirik. Belə çox getmək olmur. Bəlkə saxlayaq burada. Arxasında bura verək. Yolumuza davam edək. Gəldik, məcbur maşını saxladıq və indi piyada getməyə çalışırıq. Ümid edirəm, axırda bir yerə çatarıq. Yolda həmin o məbədə gedə-gedə Pəri qalasını görürük. Gəlin sizə də göstərim. Pəri qalası. Düzdür, çox yaxınlaşa bilməmişik, amma haqqında məlumat belədir. Bu gördüyünüz əzəmətli Pəri qalasının tarixi daha maraqlıdır. Pəri qalası adını eşidəndə çoxları nağılları xatırlayır. Amma bu yerin sirri nağıllardan daha qədimdir. Qalanın içində qəribə bir akustika var. Divarlar sanki səsi udmur, əksinə qaytarıb gücləndirir. O zamanlar bunu gizli xəbərdarlıq sistemi kimi istifadə edirdilər. Bir pıçıltı belə içəridə dolaşıb öz-özünə böyüyür. Havadan baxanda isə qalanın quruluşu adi bir daş yığını deyil. Təməli qədim türklərin qoruyucu runik işarəsinə bənzəyir. Sanki buranı sadəcə müdafiə üçün yox, simvolik bir enerji nöqtəsi kimi tikiblər. Bilirik ki, bəzən qalanın daşları gün işığı altında qəribə parıldayır. Elə mənim bu çəkdiyim videoda da həmin o parıltını təqribi görə bilirsiniz. Hava tutqun olmasına baxmayaraq, qala ön tərəfdən tam parlaq görünürdü. Bunun səbəbi isə tikintidə istifadə olunan kirəc daşının içində incə kristal qatdır. Gün işığı həmin kristallara dəyəndə qala sanki içəridən yanırmış kimi görünür. Və ən maraqlısı budur ki, Pəri qalasının adı heç vaxt Pəri mənasında olmayıb. Qədimdə bu söz Pari kimi səslənirdi və işığın varlığı, gözətçi ruh demək idi. Yəni bu yer əslində görünməyən bir varlığın qoruduğu məkan hesab olunurdu. Salam qaqaş, necəsən? Burada məbəd olmalı, bilmirsən hansı tərəfdədir? Nə? Məbəd, kilsə. Məbəd? Aha. Məhəmməd. Sizi qabağı göstərir.
Təqribən bir saat kimi yol gəldik və sonda tupik və heç bir yerdə də görünmür. Hər yer palçıqdır. Bura qədər gəldik, tam içini göstərə bilmədim real kadrlarla. Pəri qalasını göstərə bildim, amma video daxilində indi isə bu məbəd haqqında məlumat verəcəm. Mamrux məbədi Armatay dağının zirvəsində inşa olunmuş qədim Alban kilsəsidir. Bəzi tədqiqatçıların fikrincə kilsə ay və günəş tanrıları məbədi əsasında inşa edilmişdi. Əslində mən burada tam ünvana çatmışdım, amma səndə abidə dağın tam zirvəsindəymiş. Bunun sonradan fərqinə vardım. Məbədin daha aşağı bir yerdə olduğunu düşünürdüm və buna görə də hazırlıqsız gəldiyim üçün yuxarı qalxa bilmədim. Videonun əvvəlində də bildirdiyim kimi, gələcək Zaqatala səfərimdə bu yerləri real görüntülər ilə kəşf edəcəyik. Məbədin təqribən 4-cü əsrdə Albaniya hökmdarı 3-cü Mömin Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Moysey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox qədim dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrildilər. Azərbaycanın Gürcüstanla sərhəd olan hissələrində, əsasən də Zaqatalada Albanların hökmranlığı çox uzun müddət çəkib və bu müddət içərisində Albanlardan indiki yaşayan insanlara, daha doğrusu indiki vaxtlarda bu çox azalıb, çünki vaxtı ilə artıq istifadə olunub. Bundan təqribən 50-40 il əvvəlki insanlara çoxlu miraslar qalıb. Bunlardan bir hissəsi tarixi, arxeoloji faktorlardır, amma digər bir hissəsi isə qızıl və yaxud da qiymətli əşyalardır. Bilirsiniz ki, Albanlar öldükləri vaxtlarda əsasən də əsgərlərinin və digər nüfuzlu xadimlərin yanına onların birgə qılınclarını, bıçaqlarını, qiymətli zinət əşyalarını yerləşdirirdilər. Həmin o Albanlardan qalan zənginliklərdən biri arxamda gördüyünüz Alban kilsəsidir. Bunun kimi kilsələr burada həddindən artıq çoxdur. Vaxtı ikən əksəriyyətinin tapıldığı, amma düşünürəm bəzilərinin hələ də tapılmadığı yer altında olan xəzinələrin, qızılların və yaxud da gümüşlərin, hər hansısa qılınc və yaxud da xəncər, bunun kimi tapıntıların arxasıca düşmək istəyirəm. İndi isə keçək arxada olan kilsə haqqında bir çox insanın bilmədiyi bir məlumatı sizinlə bölüşüm. Bildiyimiz kimi, xristianlarda kilsələrində zinətli əşyalar çox olurdu. Zinət əşyaları, misal üçün, qızıldan şamdanlar və yaxud da müxtəlif aksesuarlar, içərini bəzəmək üçün. Bizdə necə ki, məscidlərdə, indi videoda da gördüyünüz kimi, məscidin içərisində necə bəzək əşyaları var idisə, əllə işlənən, amma bunlarda isə tam fərqli idi. Bu qiymətli əşyalardan olurdu. Gümüş, qızıl və yaxud da zamanına görə dəyişirdi ki, o vaxtın qiymətli əşyası nə sayılırdısa. Və burada olan maraqlı faktlardan biri nədir? Vaxtı ikən bu kilsə tam xidmətini öz yerinə yetirdiyi vaxtlardan sonra kilsənin ətrafında, içəri hissələrində bəzək əşyaları platindən olub. Və bu platini Azərbaycanlılar bilmədən çıxararaq ermənilərə satıb. Divar boyu bəzək əşyaları yerləşdirilib. Və bunun əslində bir platin olduğu illər sonra aşkar olunub və artıq çox gec olmuş olub.